Dırnaq xəstəlikləri içərisində dırnaq lövhəsinin, beləcə də dırnaq ətrafı yumşaq toxumanın iltihabına gətirib çıxaran göbələk mənşəli xəstəliklər ön planda durur. Dırnaq lövhəsinin göbələklə zədələnməsi əlamətləri dırnağın rəng dəyişməsi, dırnaq kövrəkliyinin artması və dırnaq lövhəsinin qalınlığının dəyişməsi kimi klinik əlamətlərlə ön plana çıxa bilər. Yoluxmuş göbələk növündən asılı olaraq bəzi hallarda həm ayaq, həm də əl dırnaqlarının müxtəlif barmaqlarda zədələnməsi fərqləndirici əlamət kimi nəzərə alınmalıdır. Yəni, bəzi göbələk növləri vardır ki, 2-ci və 5-ci barmaq dırnaqlarına zədələnmiş olarsa, bəzi göbələk növləri varsa, bütün dırnaq lövhələrini eyni anda zədələməyə nail ola bilir. Təbii ki, burada dırnaq ətrafı yumşaq toxuma və yaxud da ki, barmaq arası dəri sahəsi də eyni zamanda prosesə cəlb olunar və izalə olunmuş şəkildə sadəcə dırnaqların zədələnməsi ilə gedə bilər. Müalicədə nələr istifadə edə bilərik? Təbii ki, burada ən önəmli faktor zədələnmiş dırnaq lövhəsinin nə qədər hissəsinin prosesə cəlb olunmasıdır və neçə dırnağın prosesə cəlb olunmasıdır. Çünki 2 və daha artıq dırnağın zədələnməsi və yaxud da bir dırnağın təxminən yarıdan artıq, lövhənin yarıdan artıq hissəsinin zədələnməsi müalicə taktikasını seçməkdə önəmli şərtlərdir.